Marneoli Bələdiyyəsinin Qızılacılı kəndində uşaq bağçası binasının təmir işləri və 2 böyük yola asfalt qatının çəkilməsi prosesi davam edir. Layihə yerli büdcədən maliyyələşdirilir. Bunun üçün 4600 layihə ayrılıb. Layihələr üzrə Qızılacılıda işlər oktyabrın əvvəllərində sona çatmalıdır. Hazırda biz Qızılacılı ərazi vahidinin uşaq bağçasına gedən yolda dayanmışıq. Burada asfalt tökülür. Asfalt 2 örtükdə tökülür. Asfaltı tökən firma Diskofen 2+ firmasıdır. Çox keyfiyyətli asfalt tökürlər və asfaltın tökülməsində Qızılacılı ərazi vahidinə rayon Qamqebelisi Merab Topçu-Çivilinin böyük zəhməti keçib. O öz büdcəsindən bu asfaltın tökülməsinə həm bu küçəyə, həm də kəndimizdə ən böyük küçə olan Noya Jordaniya küçəsinə 400.000 lari pul ayırmışdı. Ona görə də bu işə görə mən həm öz adımla, həm də bütün ərazi vahidinin zəhmətkeşləri adından ona öz minnətdarlığımı bildirirəm ki, bizim kəndin sosial məsələlərlə bu cürə məşğul olur.